Salam dəyərli izləyicilər, dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bu gün təşkil olunan qəbul imtahanlarında istifadə olunan coğrafiya suallarının izahını sizlərlə paylaşıram. Başlayaq vaxt itirmədən sualların izahına. 31-ci sualda qeyd olunur ki, diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faizlə nisbətinin təqribi bölgüsü verilib. Bu iqlim tiplərinə aid olan düzgün fikirləri qruplaşdırın. Deməli, birinci iqlim tipi qeyd olunub ki, baxın, nə qədər 50%. Bu hansı iqlim tipi idi? Azərbaycanda yarımsəhra və quru çöl iqlimi. İkinci iqlim tipi qeyd olunub ki, 30%-ə yaxın. Bu da bilirik ki, mülayim isti iqlimdir. Mülayim isti iqlim, bəli. Üçüncü 20%, bu da olacaq soyuq iqlim və bunlara aid xüsusiyyətləri bizim üçün qeyd olunub ki, qruplaşdırın. Deməli, A. Şollar düzü üçün səciyyəvidir. Gəlin burada biz bunları belə yazaq. Aha. Şollar düzü üçün səciyyəvidir. Şollar düzü bilirsiniz ki, yarımsəhra quru çöl iqlimindədir. Deməli, bu 1-ə aid olacaq. Yazdıq A. Orta Araz təbii vilayətində rast gəlinmir. Biz demişdik ki, Naxçıvanda, yəni Orta Araz təbii vilayətində mülayim isti iqlim yoxdur. Deməli, 2-yə yazacağıq B-ni. Lənkəran ovalığı Qanı-Xəri çay çökəkliyində yayılıb. Baxın, Lənkəranda yayı quraq keçən, Qanı-Xəri çayda isə qışı quraq keçən mülayim isti iqlim. Deməli, bunu da C-ni də 2-yə yazarıq. Pambıq əkinlərinin yayıldığı ərazilər üçün səciyyəvidir. Pambıq əkinləri hansı ərazilərdə olacaq? Təbii ki, yarımsəhra və quru çöl iqlimində. D-ni də yazdıq 1-ə. Respublikamızın yüksək dağlıq hissələrində soyuq iqlimdir təbii ki. 2700 metrə kimi ərazilərdə yayılır. 3-ə də yazarıq G. Variantlar burada düzgün düşməyib hamısı. Bunun düzgün cavabı olacaq A bəndi. Keçək ikinci, yəni 32-ci suala. Qeyd olunur ki, uyğunluğu müəyyən edin. Aral dənizinin qurumasının səbəbi və qurumasının nəticəsi. Aral dənizinin qurumasının əsas səbəbi iqlim dəyişmələridir. Daha sonra Aral dənizinə tökülən çaylardan, yəni Amudarya, Sırdaryadan intensiv suvarma məqsədi ilə istifadə olunmasıdır. Baxın, suvarmaya tələbatın artması bu Aral dənizinin qurumasının səbəbidir və bizə deyir ki, deməli, nəticəsi. Nəticədə nə olacaq? Ətrafdakı torpaq sahəsi yararsız hala düşəcək. Burada duzlu toz fırtınaları qopacaq və torpağı yararsız hala salacaq. Deməli, 1-ə 3, 2-ə 2. Düzgün cavab olacaq C bəndi. Kifayət qədər rahat və məntiqi bir sualdır, belə deyək. 33-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Qazaxıstan, Türkmənistan. Deməli, ərazisində Buzats yarımadası yerləşir. Buzats yarımadası Xəzər dənizində Qazaxıstanda olacaq. 1-ə A yazdıq. Qırğızıstanla sərhədi mövcud deyil. Deməli, Qazaxıstanın sərhədi var, amma Türkmənistanın Qırğızıstanla sərhədi yoxdur. 2-yə yazdıq B. Qırğızıstan, C. Əhalisinin əsas hissəsi türk dil qrupunun Bulqar qoluna aiddir. Baxın, Qazaxıstanda Qazaxlar biz qeyd edirdik ki, deməli, Qırğız qoluna aiddir. Daha doğrusu Qıpçaq, üzrsən, Qıpçaq qoluna aiddir. Türkmənlər isə Oğuz. Deməli, bunların heç biri, C heç birinə aid olmayacaq. D-də deyir ərazisində çöl və meşə çöl zonası geniş yayılıb. Bu Qazaxıstanda olacaq. Təbii ki, burada zəngin taxılçılıq yayılıb bu torpaqlarda. Çayları yalnız daxili axar hövzəyə aiddir. Bu da Türkmənistana aid olacaq. Niyə? Çünki Qazaxıstanın çayları Şimal Buzlu okeanına da tökülür. Və Qazaxıstan türk dövlətləri içində Türkiyə və Qazaxıstan çayları biz deyirdik ki, həmçinin okeana tökülür. Deməli, 1-ə olacaq A, D, 2-yə olacaq B, Y. Düzgün cavab 33-də A bəndi. 34-cü sualda deyir ki, orta illik temperaturun müsbət 20 dərəcədən yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səciyyəvi əlamətlər. Yəni, səhra. Düzdürmü? Rütubətlilik əmsalı vahiddən kiçikdir. Bəli, təxminən 0,3, 0,4 belə olacaq. Yalnız ovalıqlar üçün xarakterik olmaz. Çaymələ gəlmə imkanları təbii ki, zəif olacaq və enən hava axınları mütləq. Enən hava yağıntının az düşməsi deməkdir. 1, 3, 4. Baxın, düzgün cavab olacaq Y.
Üstqalaq temperatur amplitudu yaranmır. Əksinə ən çox burada olur. Kimyəvi və üzvü yox, fiziki aşınma burada intensiv olur. Düzgün cavab Y bəndi olacaq. 35-də qeyd olunur ki, doğru olmayan sıraları müəyyən edin, olmayan. Mənşəyi, göl və yerləşdiyi ərazi. Vulkanik Qaragöl, vulkanik yayla bu düzgündür. Bunu biraz böyüdək. Aha. Axmaz Batabat. Batabat axmaz yox, tektonikdir Naxçıvanda. İkini götürdük səhv olduğu üçün. Tektonik Sarısu. Sarısu çaylara və yaxud axmazdır. Bu da yanlış. Axmaz Ağgöl, Mildüzü bu düzgündür. Uçqun Maralgöl, Murovdağ bu da düzgündür. Axmaz Hacıqabul. Hacıqabul Salyan düzündə yox. Cənub Şərqi Şirvan düzünə düşər. Baxın 2, 3, 6 doğru olmayan sıralar. Düzgün cavab olacaq B. 36-da qeyd olunur ki, uyğunluğu müəyyən edin. Mekong çayı, Nil çayı və Yukon çayı. Baxın, Mekong çayı töküləcək Cənubi Çin dənizinə və burada keçər Vyetnamdan. Nil tökülər Aralıq dənizinə, Misirdən. Yukon da tökülər Bering dənizinə, ABŞ-dan. Baxın, 1, 2, D, düzdürmü? 1, 2, D, 2, 4, A, 2, 4, C daha doğrusu. Və 3, 3A. Düzgün cavab olacaq D variantı. 37-də qeyd olunur ki, xəritə sxemdə hərflərlə göstərilmiş ölkələr üçün ümumi olan xüsusiyyətlər. Baxın, A hansı ölkədir? Somali baş hərfini yazıram, vaxtımız çox getməsin. B olacaq Liviya, C olacaq deməli, hansı ölkə? Yəmən. Düzdürmü? İndi bizə deyir ki, bu ölkələr üçün ümumi olan xüsusiyyətləri müəyyən edin. Tropik hava kütlələrinin təsirinə məruz qalır. Bu ərazilərin hamısı tropik hava kütlələrinin təsirinə məruz qalar. Onun üçün biz ümumi olaraq 1-i götürərik. İnsan inkişaf indeksinin yüksək olduğu ölkələr təbii ki deyil. Bax, deyir, iqtisadi fəal əhalisinin əsas hissəsi iqtisadiyyatın 3 və 4-cü sektorunda. Xeyr, 1 və 2-ci sektorunda. 3 və 4 inkişaf etmiş ölkələrə aiddir. 3-ü də çıxdıq. Əhalisinin əsas hissəsi Afrasiya dil ailəsinə mənsubdur. Bəli. Ərazilərində günorta vaxtı şaqli cisimlərin kölgəsinin olmaması, bəli, tropik ərazilərdir. Tropik işıqlanma qurşağında olar. OPEC təşkilatına üzvdür. Liviya üzv olar, amma baxın, Somali, Yəmən olmaz. 1, 4, 5. Yəni A variantı olacaq bu sualın ümumi cavabı. Keçək 38-ə. Metallurgiya kombinatları əsasən yerli və idxal edilən daş kömür və dəmir filizi ilə işləyən ölkələr. Baxın, yerli deyirsə, deməli biz nə etməliyik? Faydalı qazıntıların bol olduğu ölkəni götürməliyik, düzdürmü? Bax, burada A-da Yaponiyanı çıxarıq. B-də Rumuniyada olmaz, Fransada olmaz, Y-də İsveç, Böyük Britaniya olmaz. Baxın deyə, Çin, Rusiya, Car, zəngin daş kömür və dəmir filizi ehtiyatları var. Deməli, yerli, deməli, xammala əsaslanır. Fransa, İtaliya, Yaponiyada isə yoxdur zəngin daş kömür və dəmir filizi. Deməli, bunlar da idxala əsaslanır. Bəli, düzgün cavab olacaq D bəndi. 39-da deyir ki, şimal yarımkürəsində tropik işıqlanma qurşağında yerləşən ev məntəqəsində günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasındakı fərq 33,5 olarsa, bu məntəqə hansı coğrafi enlikdədir? Baxın, diqqətlə. Biz qeyd edirik ki, tropik işıqlanma qurşağındadırsa, bura maksimum günəş şüalarının düşmə bucağı nə qədər olacaq? 90 dərəcə, düzdürmü? Və biz minimumu tapmaq üçün nə edərik? Maksimumdan, yəni 90-dan minimumu 33,5-i çıxarıq. 90-dan 33,5-i çıxdığımız zaman qalacaq 56,5, düzdürmü? Bu da olacaq minimum. Baxın, minimum, bu əraziyə günəş minimum nə vaxt düşər? Qış gündönümü günündə. Qış gündönümü günü nə vaxtdır? 22 dekabr. Günəş harada olur? 23,5 cənub enliyində. Düzdürmü? 23,5 bir dəqiqə. 23,5 cənub enliyində zenitdə olar və minimum düşmə bucağımız da 56,5-dir. Baxın, maksimum nə qədərdir? 90 dərəcə.
Bunu tapmaq üçün nə edərik? Çıxarıq və günəşin zenitdə olduğu ərazini minimum düşmə uzağı ilə toplayarıq. 56,5 səliqəsiz ola bilər yazı, amma əsas odur. Cavabların necə olduğu müəyyən olsun. Baxın, 23,5 ilə toplayırıq. 56,5-i, bu da edir 80. 90-dan da 80-i çıxanda qalacaq 10 dərəcə. Deməli, düzgün cavabımız olacaq Y bəndi. 40-cı sualda qeyd olunur ki, uyğunluğu müəyyən edin. Deməli, Dağlıq Şirvan, Küraraz, Gəncə fiziki coğrafi rayonları. Əkinçiliyin inkişafı üçün qış otlaqlarının sahəsi azaldılır. Bu olacaq Küraraza aid. Meandrlar, axmazların yaranması imkanları genişdir. Təbii ki, bu da Kürarazda olacaq. Meandr, təbii ki, biz qeyd etmişdik, çayların, düzənlik çaylarına aiddir. Axmaz göllər həmçinin Kürarazda geniş yayılacaq. Yayı quraq keçən mülayim isti iqlim yarım tipi mövcuddur. Yayı quraq keçən, yəni yağıntılar qışda düşür. Bu olacaq Şamaxıda. Gölləri uçqun bənd mənşəlidir. Gəncədə, Göygöl və Göygöl qrupu göllər. Metallurgiya sənayesinin inkişafı üçün yerli xammal ehtiyatlarına malikdir. Təbii ki, bunda daş kəsən nəzərdə tutulub Gəncə olacaq. Deməli, 1-ə C, 2-yə A, B, 3-ə D. Düzgün cavab olacaq 40-da B bəndi. 41-də qeyd olunur ki, üzvə aşınmanın zəif getdiyi məntəqələr. Üzvə aşınma zəif gedər. Təbii ki, yarım səhralardır. Çünki yarım səhralarda fiziki aşınma üstündür. Baxın, 1-i, 5-i, 6-nı Ceyran çölü və 4-ü götürərik. 1, 4, 5, 6. Aha, düzgün cavab olacaq B. Baxın, digər ərazilərdə isə, məsələn, baxın, cənub bölgəsidir, Lənkəran ovalığıdır, Qanı-Xəri çayıdır. Yağıntının çox düşdüyü ərazilərdir. Burada üzvə aşınma, kimyəvi aşınma yaxşı gedər. Fiziki aşınma zəif gedər. Amma yarım səhralarda əksinə fiziki aşınma yaxşı gedir, üzvə aşınma zəif gedir. Düzgün cavab 41-də olacaq B. 42-də qeyd olunur ki, meridian üzrə ekvatordan 0 dərəcəlik azimutla 8769 km hərəkət etsək, çatdığımız məntəqədən cənub tropik xəttinə qədər olan ən qısa məsafəni hesablayın. Baxın, 0 dərəcəlik azimut. Ekvatordan şimala 8769 km getmişik. 8769-u biz deməli, necə dərəcəyə çevirərik? 111-ə bölməklə. 8769-u 111-ə böləndə edəcək 79. Deməli, biz 79 şimal enliyinə çatmışıq və bizə deyir cənub tropiki ilə. Cənub tropiki 23,5 cənub enliyindədir. Bunların arasındakı dərəcələri toplayarıq və nə edərik? Vurarıq 111-ə. O da edəcək 11377,5. Düzgün cavab A variantı. Hələ ki, suallar kifayət qədər yaxşı, rahat suallardır. Azca yaxşı potensialı olan abituriyentlər 20-ni keçərlər çox güman ki. Deməli, 43-də qeyd olunur ki, A iqtisadi rayonunun relyefi kürboyu düzənliklərdən, yüksəkliklərdən və dağlardan ibarətdir. Burada qızıl, mis, əhəng daşı, daş salahlı deyirsə, təbii ki, Qazaxdır da. Bu iqtisadi rayon hansı olacaq? Qazax, Tovuz, daha tam yazmıram, vaxtımız çox getməsin. Bu iqtisadi rayona aid olmayan xüsusiyyətlər. Üzümçülük, kartofçuluq və taxılçılıq həmçinin heyvandarlıq inkişaf etmişdir. Bəli, bu düzgündür, deməli götürməliyik. Tərkibində daxil olan bütün inzibati rayonlar xarici ölkə ilə həmsərhəddir. Xeyr, burada Şəmkirin xarici ölkə ilə sərhəddi yoxdur. 2 çıxdı. Ərazisindən Bakı, Tbilisi, Ceyhan, Bakı, Subsa, neft kəmərləri keçir. Bəli, düzgündür. Deməli, hə. Baxın, burada 2 yanlış olduğu üçün 2-ni götürək də. Bizə axı deyir, yanlışları seçin. 3 düzgün olduğu üçün çıxdıq. Enerji olan tələbatı arpa çayı. Arpa çayı Naxçıvandadır, səhvdir, götürdük. Kənd təsərrüfatı yalnız suvarma olmaz. Dəmiyyədə olar burada dağlıq ərazilərdə. Bir iqtisadi rayonla həmsərhəddir. Bəli, Gəncə Daşkəsən. Düzgündür, çıxdıq. 2, 4, 5. Baxın, düzgün cavab olacaq C. 44-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Qədim platforma, geosinkronal cavan platforma. Qədim platforma olacaq, baxın, deməli, orta erosiya yüksəkliyi Amazon ovalığı. Geosinkronal olar Meksika, Pont, Türkiyədə. Cavan platformada Qərbi Sibir. 1AC
1AY, 2BD, 3C. Düzgün cavab D. Çox yaxşı, rahat bir sual. 45-də qeyd olunur ki, müvafiq olaraq suvarmada əsasən yayda və qışda istifadə olunan çaylar. Yayda istifadə olunan çaylar hansılardır? Yağıntıların qışda düşdüyü. Baxın, deməli, Ob-Niger. Ob-Niger bu çaylar olmaz. Çünki Obun keçdiyi ərazilər ümumiyyətlə soyuq ərazilər olduğu üçün suvarmada çox az istifadə olunur. Niger çayı da Afrikada yerləşir, subekvatorial iqlimdə. Burada yağıntılar elə yayda düşür. Yenisey Lena yenə olmaz. Burada əkinçilik ümumiyyətlə inkişaf etməyib. Po-Fərat. Bəli, baxın, Po-Fərat. Bu ərazilərdə yağıntılar qışda düşdüyü üçün çaylardan yayda suvarmada istifadə olunur. Qanq-Mekong. Bunlar da musson iqlimdə olduğu üçün bu çaylardan suvarmada qışda istifadə olunur. Niyə? Çünki burada yağıntılar yayda düşür. Baxın, elə C olacaq düzgün. D-də Xuanxe deyir, yayda olmaz yağıntı düşür. Y-də Mekong. Burada da yenə yağıntı düşür yayda, yanlış olar. Düzgün cavab 45-də olacaq C. 46-da deyir, xəritə sxemə əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu ərazilər və bunun səbəbi. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu ərazilər isti quraq ərazilər, səhra, yarım səhralar olacaq. Onun üçün baxın, elə 2-ni birbaşa çıxarıq, 2-nin olduğu variantları çıxarıq. 4 rütubətli ərazidir, çıxarıq. Qaldı AB. Baxın, 5 Atakama səhrası, 3 Kaliforniya tropik ərazidir. 1-6 hansını seçərik? Biri seçərik təbii ki, Somali yarımadası subekvatorial ərazidir. Burada da buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq çox olar. 1-5, 1-3-5 və bunları niyə seçdik? Sahillərindən soyuq okean cərəyanları keçir. Somalidən elə Somali, Atakamadan Peru, Kaliforniyadan Kaliforniya soyuq cərəyanları keçdiyi üçün. Düzgün cavab olacaq B. 47-də deyir ki, uyğunluğu müəyyən edin. Daşkəsən, Laçın, Kəlbəcər. Narzanlı, deməli, Narzanlı, Cilgəz çay. Biz deyirdik ki, bu yataqlar, civə yataqları olacaq harda? Laçında. Kastaq, polimetal yatağıdır, Zaqatala, Balakəndə. Bunlara aid deyil. İpək, deməli, İpək də Laçında olacaq. Xromit yatağı idi. Kəlbəcərdə Göydərə, Laçında İpək. Hamançay, dəmir yatağı Daşkəsəndə. Göydərə, baxın, indi dedik, xromit Kəlbəcərdə. 1D, 2AC, 3Y. Düzgün cavab B. Çox rahat sual. 48-də deyir, xəritə sxemdə hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid olan ümumi xüsusiyyətlər. A, B, C. Baxın, ABŞ, Fransadır, B, səhv etmirəmsə, C də Avstraliya. İnkişaf etmiş ölkələrdir. Təbii artımın birinci tipi xarakterikdir, mütləq. Əhalinin yaş tərkibində uşaqların sayı daha çoxdur, əksinə, daha azdır. Çünki təbii artım aşağıdır. İnsanların əksəriyyəti kənd təsərrüfatında yox, xidmət sahələrində çalışır. Əsas emiqrasiya yox, immiqrasiya mərkəzləridir. Urbanizasiya səviyyəsi yüksəkdir, bəli. Əhalinin əsas hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur, bəli. Baxın, 1, 5, 6. Düzgün cavab olacaq C. 49-da deyir, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Ekvatorial meşələr, qütb səhraları, iynə-yarpaqlı meşələr. Rütubətli kəmsalı vahiddən böyükdür, elə üçündə də. Ümumiyə 1-i götürərik. Aqroiqlim ehtiyatları ilə zəif təmin olunmuşdur. Baxın, ekvatorial meşələrdə zəngindir. Qütb səhraları, iynə-yarpaqlı meşələr. 3-ə 2-ni yazdıq. Əsasən həmişəyaşıl ağaclar. Qütb səhralarında nə gəzir? Həmişəyaşıl ağaclar. İynə-yarpaqlı meşələr, ekvatorial meşələr. 2-yə yazdıq 3. Fəsillər aydın müşahidə edilmir. Baxın, fəsillər iynə-yarpaqlı meşələr mülayimdə edilər. Ekvatorial meşələr, qütb səhraları. 1-ə yazdıq 4. Günəşin zenitdə olmadığı ərazilərdə yayılıb. Yenə iynə-yarpaqlı meşələr, qütb səhraları. 3-ə 5. Əsas iqlim qurşağında yerləşir. Hamısı. Kimyəvi üzvə aşınma intensivdir. Kimyəvi və üzvə aşınma intensivdir. Deməli, bu da ekvatorial meşələr, iynə-yarpaqlı meşələr. 2-yə də 7. Baxın, 1-ə 4, 2-yə 3, 7, 3-ə 2, 5, 4-ə 1, 6. Bəli, düzgün cavab A bəndi. 50-də qeyd olunur ki, burada biraz bunu yaxınlaşdırmalıyıq. AB xətti üzrə relyef profilinə uyğun olan diaqramı müəyyən edin.
Baxın 100 A düşüb kəsmə nə qədərdir? 5. A düşüb 100-dən 95 90. Baxın A oldu 90-da. Sonra qalxır təxminən 120-yə qədər. Baxın 100, 110, 115, 120, 120-dən də yuxarı qalxır. B-də isə düşür yenidən, baxın 105-ə. İndi bunu kiçildib baxa bilərik diaqramlara ki, hansına uyğundur. Baxın, deməli, A-da olmaz, bu 110-a qalxır. B 120-dən başlayır olmaz. C 100-dən yuxarı başlayır olmaz. D həmçinin 110-dan. Baxın, Y-yə baxın. A 90-dan başladı, qalxdı təxminən 120-yə, yenə düşdü 105-ə. Bəli, düzgün cavab olacaq Y bəndi. 51-də deyir, ölkəmizin əhalisi ilə bağlı doğru fikirləri müəyyən edin. Əhalinin yaş tərkibində uşaqlar üstünlüyü təşkil edir. Xeyr, orta yaşlılar üstündür. Quba Xaçmaz və Lənkəran Astrada türk dilli olmayan xalqlar yaşayır. Bəli. Lənkəran Astrada Talışlar, Quba Xaçmazda məsələn Ləzgilər, ikini götürdük. Acınahır Ceyran çöldə əhali sıxlığı yüksək olmaz, zəif olar. Bakı iqtisadi rayonunda əhalinin milli tərkibi mürəkkəbdir, bəli. Şəki-Zaqatala iqtisadi rayonunda məskunlaşmış avarlar, ləzgilər və saxurlar Qafqaz dili ailəsinə məxsusdur, bəli. 2, 4, 5, düzgün cavab A. Altda deyir, kənd əhalisi əsasən miqrasiya hesabına, xeyr, əsasən miqrasiya hesabına yox, təbii artım hesabına artar. Düzgün cavab 51-də olacaq A bəndi. 52-də deyir ki, cədvələ əsasən doğru sıraları müəyyən edin. Hindistan yarımadası yağıntılar il ərzində qeyri-bərabər paylanır, bəli, əsasən yayda düşür. Mesopotamiyada səpələnən yox, düz radiasiya olar. Böyük səhrada iyulda buxarlanma maksimum olar. Tasmaniyada siklonlar küləklər saat əqrəbinin əksinə. Siklonlar cənubi yarımkürəsində, yəni Tasmaniyada saat əqrəbi istiqamətində olar. Deməli, bu da səhvdir. Qrenlandiyada albedonun kəmiyyəti bəli yüksək olar, buz sahəsi olduğu üçün. Yavada günəş bütün il boyu günorta vaxtı zenitdə, elə bir ərazi yoxdur ki, günəş orada hər zaman zenitdə olsun. Deməli, düzgünlər olacaq 1, 3, 5. Yəni, B bəndi. 53-də deyir ki, xəritə sxemə əsasən, cədvələ əsasən doğru sıraları müəyyən edin. Açıq tipli sualda artıq. Deməli, düzən meşə landşaftı yayılmışdır A ilə C-də. Lənkəranla Qanı xəritəsində. Bəli, bir düzgündür. 2, B ilə D-də qışı soyuq keçən yarım səhra. Bu ancaq Naxçıvana aiddir, D-də olmaz, 2 səhv. 3-də deyir, ölkəmizdə əhali sıxlığı ən az olan düzənliklərdir. A. Lənkərana, xeyr, ən çox olan düzənliklərdən biridir Lənkəran, 3 səhv. 4-də deyir, A ilə D-də Talışla Cənub-Şərqi Şirvanda paleogen. Xeyr, Talışda Lənkəran ovalığı, heç birində olmaz ümumiyyətlə. Paleogen Talış dağlarında var idi, bir də Dərələyəzdə daha çox. Deməli, bu da səhvdir. 5-də deyir, B ilə D, o arazboyu düzənliklərlə Cənub-Şərqi Şirvanda yağıntı 500 mm-dən azdır. Bəli, bu da düzdür. Baxın, düzgün cavab olacaq 1 və 5. 54-də deyir, doğru fikirləri müəyyən edin. Ölkənin qonşu ölkələrə nəzərən mövqeyi makro. Xeyr, bu mikro mövqedir. Qonşu ölkələrə nəzərən mövqeyi mikrodur. Deməli, regionda mezo, dünyada makro. Xəzər sahillərində yerləşən yalnız 2 ölkənin dünya okeanına birbaşa çıxışı mövcud deyil. Rusiya, İran. Bunların çıxışı mövcuddur. Azərbaycan, Türkmənistan, Qazaxıstanın yox. Deməli, bu da səhvdir. Çünki 3 ölkənin birbaşa çıxışı yoxdur. Braziliya, Avstraliya və Kanada dövlətləri dünya okeanında geniş iqtisadi zonaya malikdir. Bəli, geniş sahədə okeanı əhatə edir. Nigeriya və Hindistan əhalinin milli tərkibinə görə federativ ölkələrdir. Bəli. Mərakeş, Yaponiya konstitusiyalı monarxiyalardır. Bəli. Vyetnam, Butan və Laosun dünya okeanına birbaşa çıxışı var. Laosun yoxdur. Baxın, 3, 4 və 5. 55-də deyir ki, Azərbaycanın kənd təsərrüfatı ilə bağlı doğru fikirlərini müəyyən edin. Yarımsəhra və quru çöl iqlim şəraitində su vermə əkinçiliyi inkişaf edib. Bəli. Mülayim isti iqlim şəraitində həm tumda, həm də qərzəkli meyvəçiliyi inkişaf edib. Bəli. Baxın, Quba Xaçmazda tumlu mülayim istiyə düşür. Şəki-Zaqatalalı qərzəkli. Bəli, 2 də düzdür. Şabaldı qəhvəyi torpaqların yayıldığı ərazilər əkinçilik üçün əlverişli deyil. Xeyr, səhvdir. Boz və sarı torpaqlar sitrus. Bozda olmaz, sarıda olar. Yay otlaqları soyuq iqlim tipində formalaşır. Bəli, yüksək ərazilərdə.
Taxılçılıq və üzümçülük yalnız dəmiyə, xeyr, suvarmada da olur. Baxın, 55-də olacaq. 1, 2 və 5. 56-da deyir, okeanın müxtəlif su şəkillərinə exolotdan göndərilmiş səs siqnalı. Birinci su şəklinin dərinliyinin 6900 metr. Baxın, bunu daha birbaşa yolunu deyirəm. Nə edərik? 6900-ü bölərik 1500-ə. Düzdürmü? Vurarıq 2-yə. Bu da edəcək 9,2. Çıxılsın. 4800. 4800-ü necə taparıq? Yenə bölərik 1500-ə və vurarıq 2-yə. Bu da edər 6,4. Çıxılsın 6,4. 9,2. Çünki bizdən fərqi istəyir gedib qayıtma müddətləri arasında. 9,2-dən də 6,4-ə çıxanda edəcək 2,8 saniyə. Yetərincə rahat sual idi bu da. 57-də deyir, Yaponiya, Almaniya, İspaniyaya aid xüsusiyyətlər. Musson iqlimi olacaq Yaponiyada. 3 yarımkürədə olacaq İspaniya, Qrinviç kəsir. German dil qrupu olacaq Almaniya. Zeytun istehsalı olacaq İspaniyada. Kobe limanı Yaponiyada. Çox rahat bir sual. Baxın, indi keçirik situasiyaya. Bura kimi suallar doğrudan çox rahatdır. Bəlkə də ən rahat qəbullardan birini işləyirik hazırda. Aha, bizə situasiyada deyir ki, A dağları 2 yarımkürədə yerləşir. Bu dağın yamaclarına isti okean cərəyanı təsir edir. 2 işıqlanma qurşağında yerləşən bu dağlar inkişaf etmiş ölkələrin ərazisindədir. A dağlarının yerləşdiyi yarımadanın sahillərini bir neçə dəniz suları yuyur. Bu dağların şimali hissəsində gecə və gündüzün adi növbələşməsi pozulur. A dağları dövrlərinin sayı ən çox olan geoloji yerə, hansıdır? Paleozoyda deməli formalaşıb bu dağlar. Ərazisindən bol sulu və sürətli çaylar axır. A dağlarının yerləşdiyi ölkələrdə əhalinin həm doğum, həm də ölüm səviyyəsi aşağıdır. Təbii artım deməli aşağıdır, birinci tipdir. Baxın, biz diqqətlə baxsaq, 2 işıqlanma qurşağı inkişaf etmiş ölkələr şimal hissəsində gecə-gündüzün adi növbələşməsi pozulursa, deməli şimal qütbünə yaxın ərazidir. Baxın, bu ən uyğun olacaq Skandinaviya dağlarına. Niyə? İndi niyəni də deyəcəm. Baxın, 2 yarımkürədə bəli, şimal və deməli şərq yarımkürələrində. İsti okean cərəyanı bəli, Norveç. İnkişaf etmiş bəli, İsveç, Norveç, Finlandiya. Bir neçə dənizin suları yuyur bəli, Baltik dəniz, Ağ dəniz. Şimal hissəsində gecə-gündüzün adi növbələşməsi pozulur bəli, şimal qütb dairəsi kəsir. Ən çox olan geoloji dövr bəli, Paleozoyda yaranıb. Bol sulu və sürətli çaylar axır bəli. Həm doğum, həm ölüm səviyyəsi aşağıdır. Bəli, birinci səviyyədir burada yerləşən ölkələr. Birinci tip daha doğrusu. Dağ oldu Skandinaviya. İndi görək bizdən nə istəyir. Mətnə əsasən A dağları və onun ən yüksək zirvəsi. Ən yüksək zirvəsi daha yazmıram. Qalxepikgendir, 2469 metr. Yerləşdiyi işıqlanma qurşaqları şimal mülayim və qütb. İşıqlanma qurşaqlarında yerləşib A dağları ilə eyni geoloji yaşda yaranmış dağ silsiləsi. Onlar Ural dağları. Baxın, 58-in düzgün cavabı bu olacaq. Qeyd etdiyim kimi daha vaxtımız çox getməsin deyə yazmıram. 59-da deyir ki, mətnə əsasən A dağlarına uyğun gələn xüsusiyyətləri müəyyən edib cədvəldə yazın. Cədvəl bizdə olmadığı üçün bilmirik cədvəldə nə verilib. 60-da deyir A dağlarının yerləşdiyi ölkələrin adlarını, baxın dedik, İsveç, Norveç, Finlandiyanın da bir hissəsini əhatə edir. Bu ölkələrin əhalisinin əsas hissəsinə aid olduğu dil qrupları. Norveç, İsveç, Hind-Avropa, German, Finlandiya isə Fin-Uqor dil ailəsinə aiddir. Əhalinin təbii artımı hər üçündə birinci tip, demoqrafik keçid mərhələsi isə hər üçündə dördüncü mərhələ. Belə, bu qədər. Dəyərli izləyicilər, dəyərli abituriyentlər, bu qəbul doğrudan çox rahatdır. Düşünürəm ki, orta səviyyəli abituriyentlər belə yaxşı nəticə göstərə biləcəklər. Ümid edirəm ki, izah faydalı oldu. Dinlədiyiniz üçün, izlədiyiniz üçün təşəkkür edirəm.